Yox, siz düz danışmırsınız. Ay, qız- Mən nə istəyərəm onu oxuyaram. Nə istəyərəm. Siz mənə burada qadaxa qoya bilməzsiniz ki, qəzəl oxu. Muğam oxu, söygah oxu. Mahnı oxu da. Mən bütün muğamları dəstgah şəklində bilirəm və tədris eləyirəm. Siz mənə o söz deyə bilməzsiniz. Ay qız bir dəqiqə deyəndə sən burada davaya gəlmisən mənə, yoxsa... Dava eləyən siz imkan vermirsiniz oxuyun. Çıxamıram efirlərdə belə şeylər. Allah hamd olsun. Yox, Canan xanım, susmalıyam mən. Neyi görməmsən ay qız? Mən görməmişəm. O boyda azər Ay Əliməm, ay qız danışaq adı var. Bir danışaq, bir danışaq. Mən Görməkcə görməmişəm. efirə mən bir şey Bütün deyim. oxuyanlara elə Efirə kim oxuyur. tanımır, çıxır yeni oxuyanlar ki var. Yəni Mehriban xanım çoxdan oxuyandı. İndi sadəcə efirlərdə yenidir. Hamı bastalayır, hamı üstə nə olur? Nə məsələ? Canan Salamatçılıqdır. xanım yaman atmacalı. Yox, atmacaqmıram. Düzgün deyil, axı özü də durur ayağa belə əlin zadını yüksəldir. Mən sizə yaraşdırmadım, xanımdır. Qonağımızdır, ilk efridir. Yəni həqiqətən gözləməzdim ha. Siz kişisiz o xanımdır. Olmaz. Bax qışqırmayın. Yox, mənə qışqırmayın, səs tonunuzu qaldırmayın. Özüm də zil oxuyanam, səsim çox bəli yerdən çıxır. Mən də bir dənə qulaq asıram ona. Oxuyacaq. Demədim oxumayla. Ortamı Yox, mən sakitləşdirmək. imtahan verirəm. Hər kəs bir-birinə hörmət eləsin. Fərqi yoxdur, sənətkar da oxuyan deyə oxuya Sizə bilməyən. eləmək üçün yox. Oxuyacam, Gəlin amma ortamı tamaşaçılar üçün. Sən sakitləşdirək. özün sübut eləyirsən. Bəli, tamaşaçı Sən özün üçün niyə sübut eləyirsən? O oxuyacaqsınız. demək sən oxu da niyə dayanırsan ki? Danışmaq istəyir, qoy danışsın, sən oxu. Oxuyacam, reklamın Mən qaydını dedim oxuyacam. muğam oxumadan mahnı oxuyur. Oxuyurdum da Gül kimi, niyə qoymadınız oxuyun? Gibi dördü. Əlim Canan xanımdan çox gözəl bir ifa Canan dinləyək. xanım oxuya bilməyəcək. Mehriban xanım istəyir, yəni yerimi verirəm, oxusun bir dənə mahnı. Mən yalandan durub orada bəziləri kimi belə eləyib oxuya bilmərəm. Mən qanım qaradı ki. İstəmirsinizsə, Vəssalam. Mən artist deyiləm, nə də aktyor deyiləm, Mehriban duram xanım, orada. baş sizdən gəlsin ifa olsun. Gələn dəfə məni verilişə çağırında deyim bronjilet zad da götürüm. Ringə zada çıxırlar burada. Əlim müdaxilə etməyəcəksiniz canlı ifanızı. Etsə nə olacaq? Etməyəcək. Deyir, cavabını da alır da. Etməyəcək. Sən biraz özün. Mən xahiş edirəm Yox, mən Canan xanım. özümü yığışdırmışam. Mən bildiyim yerdə. Mən elə danışa bilməzdim. Sən özünü Nəysə. yığışdır. Eşidirsiniz, burada efirdə bizə insanlar baxır. Mən buradan sizə cavab qaytarmayacağam. Efirdən sonra söhbət eləyərik. Hamımız burada məndən... Mən özümü yığışdırmıram. Məni yığışdıra bilərsiniz. Yox, yaxşı qoyaraqsan. Nə yaxşı bayaqdan durmusunuz, əllə qolundan danışırsınız. Yaxşıdır, belə yaxşı deyil. Azarla qola sən danış. Əlsiz danış məndən. Əlsiz danış. Eştaqlı var. Mənlə əlsiz danış. Deyir ki, sözümün düz olduğu yerdə böyük eləməyim özümə. Vəssalam. Bu da Canan xanımın fikri. Xanımın fikrinə hörmətlə yanaşırıq. Xoş Əlim, Canan küstü. Canan.